Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Yeni il qabağıdır. Bilirəm ki, salat reseptləri ilə maraqlanırsınız. Əziz izləyicilərim, ona görə də mən iki cür salat hazırlayıb sizinlə hazırlama qaydasını sizinlə paylaşmaq istəyirəm. Deməli, burada biri xrustimli suxarili salatdır, biri də vinegretdir. Keçirəm hazırlama qaydasına. Əvvəlcə xrustimli salatı hazır eləyirəm. Deməli, burada konservləşdirilmiş lobyadır, qarğıdalıdır, toyuq filesidir, qeynədib didmişəm, göyərtidir. Göyərtilərdən də göy soğan, cəfəri, bir də şüyüddür. Xırda-xırda doğramışam. Mayonezdir. Bir də ki, belə xrustim paçkalar olur, onlardan almışam. Sadəcə mən çaşıb bu biraz irilərini almışam. Ona görə onu iki yerə böldüm. Yəni siz deməli biraz xırdaların hazır xırda xrustimlər olur. Onlardan alsanız daha yaxşı olar. Deməli hazır etdiyim ərzaqların hamısını əlavə elədim. Dərin bir qaba mayonezini də əlavə eləyib yaxşı-yaxşı qatışdırıram. Duz vurmuram. Bilirsiniz ki, ümumiyyətlə duz hər bir yeməkdə zövqə görədir. Yəni toyuğun filesini bişirəndə duz vurmuşdum biraz. Yaxşı-yaxşı qatışdırdım. Deməli, hazır salatdan biraz götürürəm, əlavə saxlayıram. Çünki bu salata, bu suxarikləri yeyəndə qatmaq lazımdır ki, xırçıltılı olsun. Yox, əgər kimsə yumşaq istəyirsə, yəni hamısını qatıb soyuducuda saxlaya bilər. Deməli, bu suxarikləri də yaxşı-yaxşı qatışdırdım salatla ki, hər tərəfinə dəysin və hazırdır. İndi isə ikinci salata hazırlayıram. Hər şeyi qabaqcadan qaynadıb doğramışam. Lobyadır, kartofdur, çuğundur, kök, duzlu, deməli qırmızı kələm, duzlu xiyar, qırmızı soğan və cəfəri. Hamısını deməli qaynadılmələri qaynatmışam, doğramışam, yulmalıları yumuşam. Video qısa olsun deyə bunları qabaqcadan hazır eləmişəm. Doğramış ərzaqları deməli əlavə elədim yenə dərin bir qaba. Və biraz zeytun yağı əlavə elədim. Biraz da duz və istiot əlavə elədim. Yaxşı-yaxşı qatışdırıram. Burada əziz izləyicilərim, soğanı mən çiğ doğradım, amma deməli duru yağda bir azca pörtədib də qatışdırmaq olar salata. O da bir cürə dadlı olur. Kim necə istəyərsə elə də eləyər. Bu salat da hazır oldu. Servis edirəm. Bu da bizim salatlarımız, əziz izləyicilərim. İnşallah ümid edirəm bəyənərsiniz. Bəyən düyməsini basıb abunə olmağı unutmayın, əziz izləyicilərim. Dəstək olun ki, videolarımın ardı gəlsin. Sağ olun, sağlıqla qalın.